Sumqayıt şəhərindən paytaxt istiqamətə sərnişin tələbatı nəzərə alınaraq, eyni zamanda vətəndaşların rahat və sərfəli şəkildə metronun 20 yanvar stansiyası istiqamətində gəlişlərini təmin etmək məqsədi ilə noyabrın 12-sindən Ayna tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Qeyd edim ki, xətt üzrə 20 ədəd 18 metrlik böyük tutumlu avtobuslar sərnişinlərə xidmət göstərəcək. Fəaliyyətə başlama vaxtı 05:45-də, son dayanacaqda isə tərpənmə vaxtı 23:00-da təyin olunub. Qeyd edim ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək və gediş haqqı 80 qəpik təşkil edir. Sumqayıtın başlanğıc məntəqəsi Heydər Əliyev parkının yanı Zülfi Hacıyev küçəsidir. Eyni zamanda qeyd edim ki, Sumqayıt şəhərində Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə bu avtobuslar 20 yanvar istiqamətində hərəkət edəcək. 20 yanvar metro stansiyasının yaxınlığında isə son dayanacaq məntəqəsi Seyid Cəfər Pişivari küçəsidir. Bir daha qeyd edim ki, bu avtobuslar vətəndaşların Sumqayıt şəhərinin paytaxt istiqamətində sərnişin tələbatını ödəmək üçün yaradılıb və rahat 20 yanvar metro stansiyasına gəlişlərini təmin edəcək.